Herkese salam. Bugündən etibarən Java dərslərimizə başlayırıq. Dərslərimizə tam sıfırdan başlayacağıq. Bunun üçün sizin heç bir ön biliyə ehtiyacınız yoxdur. Elə isə gəlin başlayaq. Deməli belə, sıfırdan başlayan bir adam üçün hər zaman maraqlı olan bir şey var. Kod nədir və niyə yazırıq? Bunu başa düşməyin ən gözəl yolu real həyat nümunəsinə baxmaqdır. Mən sizin üçün belə bir nümunə hazırlamışam. Gəlin o nümunə üzərindən getməyə çalışaq. Deməli bir Azərbaycanlı var, bir də ingilis var. Bu adamların bir-biri ilə ünsiyyət qurulması üçün qarşımızda 3 yol ola bilər. Ya Azərbaycanlı olan ingilis dilini öyrənməlidir, ya ingilis olan Azərbaycan dilini öyrənməlidir, ya da bunlar arasında tərcüməçi olmalıdır. İndi Azərbaycanlı olaraq Azərbaycanlı yerinə burada məni özümü qoyuram. İngilisin yerinə də kompüteri qoyuram. Dedik ki, Azərbaycanlı ilə ingilis ünsiyyət qurması üçün 3 yol var. Eyni ilə mənim də kompüterin ünsiyyət qura bilməyim üçün 3 yol ola bilər. Ya mən kompüterin dilini öyrənməliyəm, ya kompüter mənim dilimi öyrənməlidir, ya da bizim aramızda vasitəçi olmalıdır, tərcüməçi olmalıdır. İndi bizim aramızda hal-hazırda heç bir adam yoxdur, yəni heç bir şey yoxdur, vasitə yoxdur. Kompüter bir cihazdır, o mənim dilimi öyrənə bilməz. Geriyə bir variant qalır, o da mən kompüterin dilini öyrənməliyəm. Yəni kod yazmaqda məqsəd kompüterlə ünsiyyət qurmaqdır. İndi dərsimizə davam edək. Proqramlaşma dili nədir və hansı növləri var? Buradan baxaq. Proqramlaşma dili kompüterlə ünsiyyət qura biləcəyim bir vasitədir. Və bunun bir sıra növləri var. Yəni mən kompüterlə ünsiyyət qurmaq üçün bir neçə dildən istifadə edə bilərəm. Bu dillər də, yəni yanaşma tərzinə görə 2 yerə bölünür. High level dillər, low level dillər. Nədir bu high level dillər, low level dillər? İngilis dilindən yüngül anlayışınız varsa, high yüksəkdə, low aşağı level. Mənasına görə, yəni yüksək high level dillər insan dilinə daha yaxın, öyrənilməsi daha rahat və başa düşülməsi daha yaxşı olan, ön planda olan dillər. Yəni Java, Python, C#, JavaScript, Kotlin və s. Low level dillər assembly, machine code, yəni bunlar öyrənilməsi həm çox həddindən artıq çətin dildir, həm də hal-hazırda heç öyrənilmir, Yəni mən uzun bir müddətdir ki, proqramlaşma ilə məşğulam, amma görməmişəm hansısa bir kursda assembly və ya machine code tədris olunsun. Yəni bunların fərqini başa düşmək üçün, yəni assemblydən mən bir dənə salam sözünü proqrama demək üçün 15-20 sətr kod yazmalıyam. Low level dillərdə. Machine kodda bu vapşe, yəni həddindən artıq çoxdur. Bəlkə də 50-60 sətr kod yazmaq lazımdır. Niyə? Çünki hər bir şey əllə eləməlisən. Amma high level dillərdə, Java-da, Python-da, C# olsun, bunu yəni bircə sətr eləmək olur. Proqram yenə də arxada gedib onların elədiyini eləyir. Amma onları manual olaraq əlinə eləməlisən. Burada proqram sənin üçün eləyir. Deməli, nəticə olaraq high level dillər insan dilinə daha yaxın, başa düşülməsi daha rahat və öyrənilməsi daha rahat dillərdir. Low level dillərdə isə bunun tam əksi. İndi gəlin dərsimizə növbəti etapla davam edək. Dedik ki, kod yazmaqda məqsəd kompüterlə ünsiyyət qurmaqdır. Mən də hal-hazırda kompüterlə ünsiyyət qurmaq üçün Java dilini seçirəm. Biz kompüterlə ünsiyyət qurmaq üçün Java dilini seçirik. Öyrənəcəyimiz bu Java ibarətdir 3 dənə mexanizmdən. JDK, Jiraye və JVM. Açılışlarını deyək. JDK Java Development Kit, Jiraye Java Runtime Environment, JVM Java Virtual Machine. İndi bunları qoyuram bir qırağa. Dediyim kimi ən yaxşı yol real həyat nümunəsinə baxmaqdır. Bax, bizim qarşımızda bir dənə tapşırıq var. Tapşırıq odur ki, biz bir yemək hazırlamalıyıq. Biz bir yemək hazırlamaq üçün bizə nələr lazımdır? Bir mətbəx lazımdır, yəni bir dənə mühit, bir otaq lazımdır.
Bir aşpaz lazımdır. Bir də aşpazın istifadə edə biləcəyi alətlər. Tava, qazan, bıçaq, vilka və s. İndi bunu Java üzərindən baxsaq, burada JVM olur aşpaz. JVM-in istifadə elədiyi alətlər, hansı ki, məsələn, aşpaz yeməyi hazırlayanda nədən istifadə edir? Tavadan, qazandan. Bunlar olur JDK. Jirayə isə aşpaz işi görüb qurtarandan sonra yeməyi hazırlayıb qurtarır. Bax, o görüldüyü yer, işin görüldüyü yer olur jirayə. İndi biz kod yazan zaman Java dilində, kompüterlə ünsiyyət quran zaman JDK məni kitabxanalarla təmin edir. Yəni JDK olmasa mən kod yaza bilmərəm. JVM nə edir? Sən kod yazırsan, kodu icra edən mühəndis, yəni arxa planda icra edən, yəni kompüterlə okey, sən ünsiyyət qurdun, bir kod yazdın, amma onu icra edən vasitə JVM-dir. Sən bir iş görüb qurtarandan sonra o işin nəticəsini görməlisən də, düzdürmü? O görüldüyü yer olur jirayə, Java Runtime Environment. Açılışlarını təkrar edirəm. JDK Java Development Kit, Java'nın inkişafı üçün alətlər toplusu, JVM Java Virtual Machine mühəndisimiz, jirayə Java Runtime Environment. Java'nın run olunması üçün bir mühit. İndi son olaraq gəlin baxaq nəyə? Biz dedik ki, Java'da kod yaza bilməyimiz üçün bizim bu 3 vasitəyə ehtiyacımız var. JDK, jirayə, JVM. Əvvəllər səhv eləmirəmsə 2014-cü ilə qədər bu Java'da kod yazmaq üçün JDK və jirayəni ayrı yükləyirlər internetdən. Amma sonra jirayəni də atdılar JDK-nın içərisinə. Yəni biz Java'da kod yaza bilməyimiz üçün təkcə JDK-nı yükləməyimiz kifayətdir. Niyə? Çünki JDK özündə jirayəni saxlayır. JDK-nın içərisində jirayə var. Jirayənin də içərisində JVM var. Amma 2014-cü ilə belə deyildi. Biz jirayəni də ayrı yükləməliydik. Jirayənin içərisində JVM olurdu. JDK-nı da ayrı yükləməliydik. Amma sonradan birləşirdilər. Təkcə JDK-nı yükləməklə biz bütün Java'da kod yaza bilməyimiz üçün lazım olan bu 3 şeyi əldə edirik. Deməli, son olaraq bizim Java'da kod yaza bilməyimiz üçün yükləməli olduğumuz bəzi toollar var. Biz JDK yükləməliyik. JDK-nın nə olduğunu artıq bildik və IntelliJ IDE yükləməliyik. IntelliJ IDE nədir? Bizim kod yaza biləcəyimiz bir platformadır, bir mühitdir. Və müxtəlif IDE növləri var. NetBeans var, Eclipse var, IntelliJ var. Yəni, adətən amma şirkətlər hal-hazırda IntelliJ istifadə edir. Bunları necə yükləyə bilərik, onlara baxaq. Buradan deməli JDK download edirəm. Okay. Aha, belə bir səhifə açılır. Siz bunu yükləyən zaman, əgər buradan qeydiyyatdan keçməmsinizsə, JDK-nı Oracle-ın rəsmi saytından yüklənirdə ya, sizdən qeydiyyat istəyəcək. E-maillə və ya telefon nömrəsindən qeydiyyatdan keçə bilərsiniz. İndi mən hal-hazırda qeydiyyatdan keçmişəm deyə məndən qeydiyyat istəmir. Bura gəldik. Burada JDK-nın müxtəlif versiyaları var. 23 var, 21, 17, 11, hətta 8 belə var. Amma onlar köhnə versiya deyə burada göstərilmir. Buradan 21 seçməyimiz kifayətdir. 21 seçdikdən sonra kompüteriniz Linux, MacOS, Windows hansıdırsa ona uyğun seçirik. Məndə hal-hazırda Windowsdur. Buradan üçüncüyə basırıq. Artıq burada yüklənmiş olur. JDK-dan başqa bizim yükləməli olduğumuz IntelliJ var idi. Gəlin onu da göstəreyim. Deməli, IntelliJ IDE download. Burada açılan səhifədə bura basırıq. Burada download eləyəndən sonra burada da yüklənmiş olacaq. Amma məndə hal-hazırda var deyə download eləmək istəmirəm. Növbəti dərsdə IntelliJ-də necə proyekt yaradılır, JDK necə qoşulur, onu göstərəcəm. Bugünlük, bu dərslik bu qədər. Növbəti dərsə qədər sizə tapşırıq verirəm. Tapşırığınız nədir?
Burada nə qədər ki eşitdiyiniz, gördüyünüz söz var, onları araşdırmaq. Girirsən Google-a yazırsan JDK nədir? Haqqında nə qədər istəsən məqalə çıxacaq. Başlayırsan oxumağa. JIRAE nədir? JVM nədir? Proqramlaşma dili nədir? Java harda istifadə olunur? Bunun haqqında başlayırsan oxumağa. Əgər bu sahəyə gəlirsənsə dostum, araşdırmağa maraqlı bile olmalısan. Yəni nə qədər ki çox araşdıracaqsan, o qədər çox öyrənəcəksən və o qədər çox bu sahəni sevəcəksən. Tapşırığınız gördüyünüz, eşitdiyiniz nə qədər termin varsa, onları araşdırmaq. Dərsimiz faydalı oldusa, bəyən, paylaş. Növbəti dərsləri qaçırmamaq üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun, görüşənədək.